Bismillahirrahmanirrahim. Bir çox xoşagəlməz əməllər var ki, cəmiyyətdə insanlar arasında bir-birinə qarşı paxıllığın, düşmənçiliyin, kinin, həsədin meydana gəlməsinə səbəb olur. Bəzən belə əməllər insanlar arasında bir-birinə qarşı təkəbbürlüyün də yaranmasına səbəb olur. Belə deyək, bir qapı açılır, o qapıdan onlarla qapı açılır və ya bunu belə də ifadə etmək olar. Bir günahın vasitəsilə onlarla günah əmələ gəlir. Belə əməllərdən biri də insanların bir-birini məsxərə etməsi, bir-birini təhqir və bir-birini ələ salmasıdır. İnsanlar bəzən bir-birlərini bir-birinin geyiminə görə məsxərə edir, bəzən bir-birinin zahiri görünüşünə görə məsxərə edir, ələ salır, bəzən danışığına görə məsxərə edir, bəzən davranışına görə məsxərə edir. Amma biz Qurani-Kərimə baxdıqda görürük ki, Allah Təbarək və Teala bu əməli, yəni insanların bir-birini məsxərə etməsi və bir-birini ələ salmasını qəti surətdə qadağan edir. Qeyd etdiyimiz kimi, bu əməllər, yəni insanların bir-birini məsxərə və ələ salması kinin, paxıllığın, həsədin, təkəbbürlüyün, bir-birinə qarşı düşmənçiliyin yaranmasına səbəb olur. Allah Təbarək və Teala Qurani-Kərimin Hucurat surəsinin 11-ci ayəsində belə buyurur: Ey iman gətirənlər! Sizlərdən bir dəstə kişi digər dəstəni məsxərə etməsin. Yəni bir dəstə insan digər bir dəstəni məsxərə etməsin, ələ salmasın. Bəlkə də onlar, yəni o şəxslər ki, məsxərə olunur, bunlardan, yəni məsxərə edənlərdən daha xeyirlidir. Yəni məsxərə edənlər diqqətli olmalıdır ki, ola bilər Allah yanında o məsxərə olunanlar bu məsxərə edənlərdən daha xeyirlidir. Eyni zamanda yenə Allah buyurur ki, və qadınlardan da bir dəstə digər dəstəni məsxərə etməsinlər. Bəlkə onlar, yəni məsxərə olunanlar məsxərə edənlərdən, yəni bunlardan daha xeyirlidir. Yəni bir dəstə qadın digər bir dəstəni məsxərə edərsə, ələ salarsa, bunu düşünsünlər ki, bəlkə qarşı tərəf Allah yanında daha üstündür, daha xeyirlidir. Qurani-Kərimin bu ayəsi bizə onu öyrədir ki, insanların zahirinə yox, onların batininə, mənəviyyatına qiymət vermək lazımdır. Eyni surənin 13-cü ayəsində Allah bu məsələni qəti surədə bizə belə bəyan edir. Deyir ki, İnnə əkrəməkum indallahi ətqakum. Həqiqətən də sizin ən üstününüz, ən hörmətliniz Allah yanında sizin ən təqvalı olanınızdır. Bu ayə də bizə onu göstərir ki, insanların zahirinə yox, insanların batininə qiymət vermək lazımdır.